Necə deyə bilmirəm, sizə danışırsız çıxıb gəlirəm, bu nə qədər olar axı? 16-17 yaşında Kəsəcəm damarları deyə bir mahnı oxuyub bu cür fikirləri təbliğ edən Üzeyir Mehdizadə bu gün, yəni 36 yaşında da hələ də bu cür fikirləri təbliğ edən mahnı oxuyardımı? Bunlar hamısını düşünə-düşünə eləmişəm. Bizim müğənnilər biləcərdən kənara çıxa bilmir. Necə bacarırsınız ki, sizin bütün ifalarınız bu qədər sevilir? Bunun bir formulu var. Özümüzə daha çox vaxt ayırsaq, məncə onlarda daha yaxşı nəticələr olur. Və hər dəfə çağırırlar, siz gəzəyə çay verəcək, çağırıb döyürlər, yola salırlar. Baş sponsor Unibank. Xüsusi sponsorlar Soundtride, Azərbaycanın kolası Buz Kola, Linux Forte, Zera Olives, Bay Hollywood. Sağ olun. Hər vaxtınız xeyir olsun. Əziz Xəzər TV və Zarafat bir yananın tamaşaçıları. Bugün bazar günü saat 20:00-dır. Və bu o deməkdir ki, mən Nicat Rəhimov və mən Əlixan Rəcəbov sizin qarşınızdayıq. Beləliklə, Unibankın baş sponsorluğu ilə Zarafat bir yana başladı! Bugünkü qonağımız elə bir qonaqdır ki, elə bir şəxsdir ki, onun mahnıları gənclik illərimizdən bu yana hələ də dinlənilir. Onun mahnılarını maşınlarda qoşub, şəhərdə gəzən adamların indi bəlkə də övladları var, bəlkə də nəvə sahibləridir. Bəli, insanlıq desən onda, Sadəlik desən onda, uğur desən onda, yarım milyard baxış desən o da onda. fanat ordusu onda. İllərdir həm xaricdə, həm ölkəmizdə sevilən müğənnimiz Əzizimiz, dostumuz Üzeyir Mehdizadə! Bəli, Üzeyir, xoş gəlib. Xoş gördük, salam aleykum, hər kəs salam deyirəm. Biz də sənə salam veririk, yaxşı ki gəldin Üzeyir. Amma tamaşaçılara da maraqlıdır ki, bugün Üzeyir səmimi olacaq, yoxsa yox. Bəli. Çalışdığım qədər də indi Üzeyir, səmimiyyət bizim verilişdə vacibdir sənə. Niyə Mənə. görə? Sən bizim verilişə baxmısan və mən istəyərdim təkrarlayım, bizim qayda qanunumuz var. Hə. Sənə bu gözəl gənclər suallar verəcək. Hə. Sən o suallara cavab verəcək. Mən də gözəl cavab verməliyəm. Səmimi cavab verməlisən. Nəyə görə? Düşünsələr ki, Üzeyir səmimi idi, göy işarələri qaldırırlar, qeyri-səmimi idi, qırmızı işarələri qaldırırlar. Və əgər qırmızı işarələr çox olsa, yəni düşünsələr ki, sən qeyri-səmimi idin, onda əlvi atırsan civvə. Çünki bütün masaların hesabını sən verəcəksən. Amma əgər göy işarələr çox olsa, onda Nicat verəcək. Həmişə kimi. Bəli. Bir dəfə də əlini cibinə atmır, bax verişdə. Yox, atıram, amma pul çıxartmıram. Əlimi cibimə atıram. Üzeyir, Əsəbləşirəm. əgər hansısa sual xoşuma gəlməsə, desən ki, mən bu suala cavab vermirəm, vermək istəmirəm, həmin o masanın hesabını bağlayırsan. Pul problem deyil də, belədir ki də. Demək elə sual da olur da burada, hətta Ola ona bilər, cavab vermək ola desən. bilər. Hə, nə- Məsəl üçün də, xanım baş sual verdi, sən ki, mən sizin suala cavab vermək istəmirəm. Nə yemisiniz? Baxırsan belə gözücü, masanın O gərək hesabını... süfrəyə də baxım da indi. Ya suala Biz cavab indi var verəcəksən, olanda ya cavab süfrəyə Üzeyir, baxırsan. burada qonaqlar olub, suala cavab verməmək üçün evin eşiyini satıb ki... Vay, vay. Mən hesabı bağlayayım da, hə, nə olar, çıxaq gedək də, yəni... Nə qədər hesab vermirsən? Açığı deyim, yadımda deyil. Keçirik əsas məsələ, Suallar. suallar. Salam, Buyuruz. xoş gəlmisiniz. Salam, xoş gəldik. 16-17 yaşında Kəsəcəm damarları deyə bir mahnı oxuyub bu cür fikirləri təbliğ edən Üzeyir Mehdizadə bu gün, yəni 36 yaşında da hələ də bu cür fikirləri təbliğ edən mahnı oxuyardımı? Yaxşı sualdır. Və bu barədə danışmaqdan mənə də xoşdur. Çünki anlaşılmazlıq, yəni orada səhv başa düşməsinlər. Mən həmişə istəyərəm ki,
məndən nəinki gənclər, hətta məni tanıyan kənardan hər kəs yaxşı bir şeylər götürsün. Kəsəcəm damarların mahnısı düzdür, küfür deyil, amma yaxşı şey deyil. 16-17 yaşımda eşitdiyim sözlər, o hansı ki bizim ərəfiyə düşən o illər, indi açıq etiraf eləyəm. Misal üçün, o məndən qabaq o ərəfədə şey var idi, bu axşam ölürüm. Misal, yaxşı o da yaxşı bir şey deyil, yəni söz olaraq məni kimsə tutamaz məni. Yaxşı bir şey deyil. Sui-qəsdi təbliğatında. Hə, yaxşı şey deyil. Hətta birinci nəfər özünü o mahnıdan sonra öldürür. Yəni bizim ərəfədə bu mövzular daha çox istifadə olunurdu. Mən o mahnıya, o sözlərə mövzu kimi yanaşmışam. Amma şükür Allaha yoxlasanız mənim bir kəsdiyim bir yer yoxdur. Heç kimə də rəva görmürəm. Sadəcə o mövzudur. Misal üçün, əgər Əlixan və yaxud da Nicat bir filmdə keyfiyyətsiz insan rolunu oynayırsa, o demək deyil ki, o keyfiyyət. O mövzudur, o rol da oynayır. Bu da bizdə mahnıdır. Bu belə bir mövzu çox o ərəfələrdə çox aktual idi və ona mövzu kimi yanaşmışdım. O sözləri ora əlavə eləmişdim. Düzdür, mahnılar içdən gəlir, amma o hansı ki o sözün orada istifadə olunması biraz qabarıq sözdür. Qəbul eləyirəm və indiki yaşımdan qəbul eləyirəm. Bəlkə 16 yaşımda qəbul eləməzdim. Deyirəm, nə var burada? Amma indi qəbul eləyirəm və başa düşürəm. Düşünmürəm, nahaq da eləmişəm, mövzudur. Amma olmasaydı daha yaxşı olardı. Deyəcək 2-3 mahnımdan biri də mahnı qəşəng mahnıdır. Bir dənə o kəsəcəm damarları sözü orada olmasaydı, bugün misal üçün siz o sualı mənə verməyəcəydiniz, başqa sualı verəcəydiniz, bunun tərəfdarıyam. Amma bugünkü yaş, düşüncə, Fikirlər başqadır. fikirlər dəyişib, əlbəttə ki. Bugünkü düşüncə ilə, bugünkü yaşla nəinki ifa edərəmmi, artıq onun üstündən, o mahnıların üstündən, mahnılar yox, o mahnının üstündən elə qabarıq sözü olan elə çox mahnım yox. Hətta bu şeylərə 20 yaşımdan o tərəfə, 20-21 yaşımdan o tərəfə artıq nəzarət eləmişəm. Nəinki indiki yaşımda heç bu şeylərə nəzarət etmişəm ki, mahnıların arasında belə qabarıq söz olmasın. Sağ ol. Sağ ol. Salamlayıram müəlliminizi, xoş gəlmisiniz. Zeyir bəy, necəsiz? Xoş gördük, yaxşı olasınız. Yaxşı olasınız. Çox sağ olun. Əslində mənim bir sualım yox idi. Sadəcə məndən əvvəlki xanımın verdiyi sual mənə bir sual yaratdı. Üzeyir 16-17 yaşlarında kəsəcəm damarları ifadəsi olan bir mahnı ifa eləmişdi, amma həmin yaşlarda Sən yaşa Azərbaycan mahnısında ifa eləmişdi. Mənə maraqlıdır ki, niyə heç kim o mahnıdan danışmır Üzeyir bəy? Sizcə niyə heç kim o mahnıdan bəhs eləmir? Bu bir çox insanların yəni bu camiyyədən danışıram, toxunmayan və bəzilərinin heç toxunmaq istəmədiyi bir tərəfdir. Çünki Sən yaşa Azərbaycan mahnısında toxunulacaq, sənin qarşına qoyulacaq bir şey yoxdur. Bu şəxsi qərəzlikdən irəli gəlir ki, mən xanımın sualına görə demirəm, bunu mən birbaşa qaytarıram ta əvvəllərə. Çünki xanımda niyə o sualı, məsəl üçün o mahnı, ola bilər xanım özü belə, ola bilər ki, o mahnını da eşidib və yaxud ola bilər eşitməyib, ola bilər o biri mahnını eşidib. Amma burada da yenə ta əvvəllərdə Üzeyir Mehdizadəni təqdim edəndə bilirsiniz, bir nəfərin çatışmayan tərəfi də ola bilər. Yəni, məsəl üçün, məsəl olur da, dostumuzda deyirik ki, səndə hər şey əladır, bu da olsa lap əla olar. Bu da olsa var, onu işıqlandırdılar, o əla tərəfdən danışmadılar. Mən hətta bir neçə dəfə rastıma çıxıb ki, mahnımın başqa ölkələrdə də, Sən yaşa Azərbaycanın başqa ölkələrdə də səsləndiyini görmüşəm. O mahnının səslənməsini və o mahnını şüar kimi bir ağızdan neçə minlərlə insan oxuduğunu efirdə təqdim edirlər. Deyirlər ki, misal üçün, filan yerdə hər kəs bir ağızdan Sən yaşa Azərbaycan adlı mahnını oxuyublar. Amma demirlər ki, Üzeyir Mehdizadənin necə olur, o birisini tez tapdınız, məsəl üçün də, dediniz ki, orada bir dənə belə söz var. Burada ifaçının adını çəkmirlər. Burada amma demirlər ki, Üzeyir Mehdizadənin ifaçı o yəni, o sözü yazan uşaq o yaşda bu sözləri də yazıb.
bunu da denəndə bəhs eləmədilər. Nəinki bəhs eləmək, o mahnı gündəmdə belə olsa, demədilər ki, bu gündəmdə olan bu Sən Yaşa Azərbaycan adlı mahnı Üzeyir Mehdizadənin Halbuki gündəmdə idi o mahnı. Amma yəni bu artıq tamaşaçıya da suala özünüz də cavab verə bilərsiniz. Bunun günahkarı bildiniz də indi yəqin ki, indi mən onu da ifa eləmişəm, bunu da ifa eləmişəm. İndi günahkarı kimdir? Özünüz də yavaş-yavaş hələ çox şey müşahidə edirsiniz. Anladım. Təşəkkür edirəm. Çox sağ olun. Üzeyir, bildiyim qədər traktor klubu var. Aha. Onlar sənin bu mahnını şuar kimi 40 minli stadionda ifa eləmişdilər. Çoxdan o mahnı təzə yayımlananda artıq üstündən 1-2 il keçmişdi. Bir neçə onlar o mahnını səsdən özləri üçün şüar etmişdilər. Onlardan bir nəfər üzvləri Türkiyə konsertimə də gəlmişdi. Türkiyədə gəldilər, şəkil də çəkdirdilər. Köynəklərini dedilər ki, özləri mənə dedi. Mən ondan sonra araşdırdım, baxdım ki, maraqlı bir görüntü, xoşa gələn görüntü var. Üzeyir, bildiyim qədər sən tez-tez səyahət edirsən. Xaricə gedirsən, konsertlərə gedirsən, istirahətə gedirsən. Bizim baş sponsorumuz olan Unibankın sənə hədiyyəsi var. Nə gözəl. Gəlsin. Mütləq. Gəlsin. Çox sağ olun, sağ olun. Üzeyir, burada... Nədir burada? Tanış olun. Burada kartdır. Başıma söyləyəcəm, gözümü döyməyim deyil. Buradan bilmədiyim bir şey olar ki, bu Mən izah nəyidir? eləyəcəm. Burada kartdır, Unibankın Mastercard World Elite və Black Edition kartları. Bunlar nələrdir? Mən qısaca sənə baş salacağım ki, nədir? Konsiyerj xidməti var, 24/7 sənin xidmətindədir. Misal üçün, uçursan Moskvaya konsertə. Moskva biletlərini atırsan konsiyerjə, deyirsən ki, mənə transfer xidməti. O nədir? Səni gəlir evdən hava limanına kimi yola salır. Ondan sonra deyirsən ki, mənə fast track xidməti yazın, zəhmət olmasa. Hamı növbədə duranda sən növbəsiz keçirsən. Və bütün bu imtiyazlardan yararlanmaq üçün minimal aylıq dövriyyə tələbi olmur. Nədir bu? Yəni, sən bu kartı aldın, bu premium kartdır. Bundan o yana heç nə yoxdur. İstəyirsən biznes lançı da girirsən, hara istəyirsən, bütün qapılar yaşıl işıqdır. Yəni, hər şey ödənişsizdir. Sadəcə bu karta sahib olmaq. Əla, çox sağ olsunlar. Təşəkkürlər, Unibank. Salam, xoş gəlmisiniz. Belə bir deyim var ki, bizim müğənnilər Biləcərdən kənara çıxa bilmir. Amma siz bu mifi dağıdaraq, nəinki Biləcərdən kənara çıxmaq, hətta videolarda görmüşəm ki, Amerikada, Çində sizin mahnılara qulaq asıb rəqs edirlər. Niyə bizim digər müğənnilərimiz ölkədən kənarda sizin qədər məşhur ola bilmir? Necə bacarırsınız ki, sizin bütün ifalarınız bu qədər sevilir? Bunun bir formulu var? Bir adamın bir istəyi də olmalıdır da, bir şey əldə eləmək üçün onun birinci istəyi olmalıdır. Niyyətim, istəyim Allahdan birinci olub ki, ölkədən kənarda izin versin tanınım. Təkcə tanınmaq yox. Tanınmaq bilirsiniz necədir? Tanınmaq hər kəs dünyanın hər yerində tanına bilər. Seviləsən. Mənə düşən də çalışdığım qədər çərçivəsində yeniliklərdən çox istifadə eləmişəm. Mən ilk dəfə mahnıları ifa eləyəndə deyirlər, bu nə janrıdır? Ona görə o sualı verirlər ki, o janrda elə bir janr demək olar ki, yox idi. İlk mənlə formalaşdı o janrı. Demək olar ki, ərsəyə gətirmişəm və bunu təsadüfən olmayıb. Bunun üçün çalışmışam. Başqa bir şeylərə çox baş qoşmamışam da, ən çox işimə vaxt ayırmışam. Misal üçün, adamlar var, görürsünüz ki, onun da işi var, sənin də işin var. Bu adam öz işini qoyub, başlayıb sənin işinlə maraqlanmağa. Mən amma öz işimi qoyub, heç kim işinlə maraqlanmamışam. Elə öz işimlə məşğul olduğuma görə yəqin ki, uğurlarımıza davam edir. Hamıya da uğurlar arzu edirəm. Yaxşı yolunu da bilmək istəyirlərsə, birinci buna nəzarət eləsinlər. Birinci özümüzə baxaq, özümüzlə məşğul olaq. Öz işi ilə məşğul olaq. Başqasına elə bir vaxt ayırıb, bu niyə belə elədi, bunu belə elə. Görürsən ki, vaxt getdi ona. Özümüzə daha çox vaxt ayırsaq, məncə onlarda daha yaxşı nəticələr olar. Mənə bir şey də maraqlıdır ki, Üzeyir, elə bir müğənnilər var ki, encən pul xərcləyirlər, nə bilim, kliplərinə, musiqilərinə, bəstəkarlara ki, heç olmasa bir 10 milyon, 20 milyon baxışı olsun, amma alınmır. Bunun formulu var səndə, qısaca olaraq ki, sən necə olur ki, çox az bir vəsaitlə, investisiya ilə bu qədər qabağa gedirsən? Mən sizin söhbətin, sualın arasına bir də suala biraz əlavə edərdim ki, məhz eşitdiyim, bildiyim qədər qarşıma da çıxır.
Məsəl üçün adamlar var ki, deyir ki, mənim reklama ehtiyacım yoxdur, amma yenə də reklam da eləyir. Bu mənim həyatımda belə bir şey həyatı boyu olmuyor. Strategiyam ən çox vaxtımı özümə ayırıb, bilmədiyim bir şeyləri də öyrənməyi sevən adamam və hər gün öyrənirəm. Ola bilər mənim işim musiqidir, mən hətta bununla yanaşı videonu da öyrənirəm. Audiovizual sənətə aid nə varsa, hamısını öyrənməyə çalışırsın. Hə də indi musiqidən baxanda mən fortepiano ifaçısıyam, amma başqa instrumentləri də bu gün bu yaşımda yenə öyrənirəm. Bildiyim qədər klipləri də özün çəkirsən, montaj da eləyirsən, rəngləyirsən də. Yəni Üzeyir Mehdizadənin nə bizdə el arasında deyirlər, nə dayı var, nə tapışı var idi. Elə indi də elədir. Qaldı ki, sənət yolumda ümumiyyətlə elə bir insan yoxdur ki, gəlsin desin ki, burada mənim rolum olub, elə günü bu gündə ta qədimdən. Maraqlı bir fakt var ki, bizim verilişə gələn qonaqlar Üzeyir. Deyir ki, hə, bəs mənim bu qədər baxışım olub, o qədər baxışım olub. Bəs deyirik ki, bəs Üzeyirdə bu qədər baxış olub baxır. Həmişə də Üzeyrin adı gələn kimi verirlər. O heç də. O heç də nə deməkdir? Düz deyirlər də, o heç də. O heç də. Ya da belə Üzeyirdən sonra mən, məsəl üçün. Ola bilər. Onu demirlər də. Amma o heç də. O heç də o deməkdir. Üzeyri ayrı qoyublar ki, Üzeyir burada da O yox. yaxşı haldır. O yaxşı haldır məncə. Mən məsələn onun yaxşı tərəfini fikirləşirəm ki, o heç də, yəni ona dəmirik. O ondan sonra yəni fikirləşirəm. Messinizi yad planeti sayırlar. Bu dünyadan saymırlar. Məncə elə bir şey. Üzeyir də Azərbaycanın ila planeti. Bəli qardaş. Bu da belə. Özümüz də, öz qardaşımız da necə olmalıdır? Xanım toya tələsir, mənə oradan işarə edir ki, mən bu gün toydayam, vaxtımazdır. Xanım çox sağ olun. Siz sağ olun. Alqışlayaq xanımı. Azər, nə yadıma düşdü? Bir dəfə də sən bizə danışmışdın. Qazaxıstanda nəsə bir hadisə ilə, itlə bağlı nəsə bir... İt? Onu bir dənə danışdı. Üzmək istəyirsiniz mənə burada? Yox. Ya, doğrudan maraqlıdır. Tamaşaçılar çox gülməli söhbəti. Bir dənə diqqətlə qulaq. Tam yadımda deyil, təxmini yadımdadır da. İti gördüm qəfəsdədir, maşının arxasında. Mən də çöldə gözləyirdim, belə yer hazırladılar ki, keçib əyləşməyə restoranın qarşısında. Gətiriblər bu iti də saxlayıblar orada. Prosta it maşallah çox böyük idi də, yəni həqiqətən çox böyük idi. Bir də baxdım ki, it belə dayanıb. Mən o yana belə getdim, görüm it belə, yəni belə başını qoyub dayanıb. Dedim, bu boyda it ola. Adama reaksiya verməyə də. Maraqlıdır görəsən bunun hürməyi necədir? İt baxır sadəcə. Hə, it belə, yox, it mənə baxmır. Uzanıb beləsinə, belə üzümü belə qoyub. Hə. Mən belə keçirəm, deyirəm bəlkə durar ayağa bir şeylə, bir deyim heç olmasa hürməyini eşidim də bunda. Bu nə maraqdır axı? Hə, çox maraqlı. O boyda itin hürməyi necədir? Gördüm ki, it sakit dayanıb. Başlarının qabağında min bir hoqqa vermək ki, bu bir dənə hürüsün. Tərpənsin də, hə. Belə yem rahat çörəyimi yeyim də. Qəfəs də bağlıdır. Qəfəs də bağlıdır. Gəldim bunun qabağında biraz belə dayanmışdım. Keçsin bunun gözünün qabağına belə dayanmış. Durdum gözünün qabağında ki, bəlkə məni görmür. Başladım buna belə eləməyə. Mənə baxdı belə elədi. Yəni yetişkinlə məşğul oldu. Bildin necə? Yəni mən qəfəsdəyəm də belə eləyirsən. Başa düşdüm ki, nəni bilsən necə? Ki tullanıb düşmədə. Mən qəfəsdə olmasaydım sən burada belə tullanıb düşə bilməzdin də. Biabır oldu. Yəni o heç hiss eləmir. Yəni hiss eləmir də. Yəni ki deyirsən qəfəsdəyəm. Milyonlar baxışlarsa da hiss eləmir. Mən qəfəsdəyəm də. Qəfəsdəyəm belə eləyirsən. Bu belə olmasaydı burada dayana bilərdin. İndi belə eləyirsən. Özdə bir sən də tanıyıb o belə. Bu da dediyimiz Üzeyir. Bizim belə çevrildi ki, bu da Üzeyir. Və bir xəbərimiz də var. O itin yiyəsi burdadır Üzeyir. Bəli. O it elə belə itdir o. Jılgırbek Savura. Bəli. Kananda o itin yiyəsi. Sualım belədir ki, demək olar ki, məşhurluğunuzun ilk günündən Üzeyrin səsi yoxdur deyə tənqid olunursunuz. Bir dəfə verilişlərin birində canlı muğam oxuyub, səsinizin necə gözəl olduğunu sübut eləmisiniz bir çox insana. Mənə maraqlıdır ki, bəs siz bunu niyə vaxtında edib sizi tənqid edənləri susturmurdunuz? Maraqlı sualdır. Doğrudan Yaxşı sualdır, maraqlı sualdır. Əslində mən öz işimin tək ifaçısı, aranjmançısı, söz musiqisi yox, həm də demək olar ki, prodüser olmuşam. Bunlar hamısını düşünə eləmişəm. Necə ki, verilişlərə belə düzdür, ilkin etaplardan o tərəfini, çünki heç təsəvvür eləməzdim ki, çağıralar televiziya verilişində qərəzli yanaşmalar olar. Çünki heç vaxt təsəvvür eləməzdim. Onda yaşım da az idi. Yaxınlaşandan sonra gördüm ki, o aparıcının da özündən, o aparıcıya aid olan bir şeydir. Bu televiziyaya aidiyyəti yoxdur. Bu şəxs
yanaşmasından çox şey asılıdır. Təqdimatından, yanaşmasından. Nəysə, hər kim necə eləyibsə, öz-özlüyündə onların 90%-i bu gün heç nəysə öz yerini tapıbdır. Bu oxunmağı ki, mən bu formatda da ifa edə bilərəm. Bunu hətta mən bir-iki dostlarım var ki, tanışlarım. Onlar bir formatda ifa eləyirlər. Onlar da maşallah istedadlı oğlanlardır. Onlarda da fərqli formatda oxumağa potensialları var ki, o potensial onlar o formatda da oxuyarlar. Onlar təzə başladığına görə dostlarıyam. Onlara icazə vermirəm, məsləhət görmürəm ki, o ərəfədə. Çünki bu yaxınlarda belə bir şey baş verdi. Bir nəfəri adını çəkməyəcəm. Bir nəfəri elə işini demək olar ki, axsıtdılar. O düşündü ki, özünü sübut eləsin. Fikirləşdi ki, onun başa düşərək istedadı var. Sadəcə o belə bir şey oxumuşdu bu formatda və o format təzə, hamıya birinə yaxşı, birinə yad, birinə doğma. Bu ki, mən bunu da oxuya bilirəm, sübut eləmək üçün o adam mən bu yaxınlarda etdiyimi o başlayan kimi etdi və onunla da dayandı. Bilirsiniz necədir? Mənim bu formatıma hətta o oxunuşumun maneçiliyi ola bilərdi. Nəinki ola bilər, mən alqışlayardılar ki, super. Amma mən çox ondan istifadə eləsəydim, son elə yadda qalacaqdım və o formatda da maşallah ölkəmizdə məndən də yaxşı, daha peşəkar, daha gözəl və onun o formatı başlayandan onun formatı odur, o ifa eləyir. Mən düşünmürəm ki, mən o arada o formatla bu qədər seçilə bilərdim. Çünki mənim özümə məxsusluğum olmalıdır ki, 10-100 çeşidin içindən seçilmək üçün nəsə bir fərqlilik olmalıdır. Məsəl üçün, eyni köynəklər satılır, 100 köynək var. Onun arasında eyni formatda olan köynəyi yox, hər biriniz 90% lap desək, gedib biraz fərqli köynəyə yaxınlaşacaqsınız ki, bu biraz fərqlidir, bundan var. Yəni, oradan fərqlənmək üçün məndə olan o eyni köynək, yəni sizin bəyəndiyiniz, həmişə geyindiyiniz köynəkdən məndə də var, amma onu görsətmədim. Mən biraz fərqli köynək deyək ki, və yaxud alıcıya biraz fərqli formatda musiqi, oxunuş tərzi, sözlər görsətdim ki, o arada seçilə bilim. Bu mənim prodüser kimi yanaşmamdır. Mən bir nəfəri hazırlasam, bu detallara birinci fikir verərəm, sonra məsəl üçün deyərəm ki, yeni bir ulduz yetişdirək. Prodüser biz bildiyimiz təkcə diz daşımaq deyil. Prodüser birinci musiqidən xəbər almalıdır. Əgər musiqiçi önə çıxartmaq istəyirsə, müğənni önə çıxartmaq istəyirsə, sözdən də xəbər olmalıdır, musiqidən də, oxumaqdan da ki, ona izah eləyə bilsin. Bu gün həmin o dərslikləri özümə keçmişəm, onun arasında o dərslik də var idi ki, tələsmə, ola bilər, istəyirsən özünü göstərsən ki, az çox məndə bu da var, axı, niyə elə deyirsiniz? Onu bir neçə illər saxladım, hətta onu heç həmin ərəfədə təqdim edə bilərdim və eşitdiyinizdən daha yaxşı təqdim edə də bilərəm. Onu çox az edirəm ki, öz fərqliliyim qalsın. Bəli. Və vaxtında da ona görə onu tez üzə çıxartmadım ki, fərqliliyim yaddan çıxmaz. Sadəcə yəni istəsəm bunu da eləyə bilərəm, amma mənim formatım odur ya. Bəli. Amma bunu da unutmasın formatım. Mən bu formatım budur, bunu ərsəyə gətirmişəm, bunun üçün zəhmət çəkmişəm, bundan da bərk yapışmışam. Uğurlarınız bol olsun. Çox sağ olun xanım, çox sağ olun. Sizdə üzəlik hesab verməmək üçün daha geniş belə danışır ki, daha səmimi olsun. Üzeyir, sən indi dedin ki, elə bir şey ola bilər ki, hansısa artisti yetişdirəsən, bu sənin fabrikindən çıxan bir məhsul kimi olsun. Bəli, bəli. Qurban olum sənə. Əgər elə bir imkan varsa, Nicatı xahiş edirəm, bu Nicat bax buradadır. Nicatı Nə olar, onun bir dənə vokal dərslərini apar, nə inirsən elə. Ya, veriliş başlayan gündən deyir ki, qurban olum, mən tanınmış olum, milyonlarla baxışım olsun. İndi bax, sən dedin ki, mən belə şeylə məşğulam, apar da Nicatı. Apar bir dənə ona ulduz elə də. Bir dənə Nicatla alınmır da. Bəlkə bir yerdə gedək, Əli xanım. Mən duet şəklində heç vaxt ifa eləməyəm, mən solo. Solo da, solo hazırlaşdıracaqsan. Ehtiyac olsa mən Zeynə danışacağam, sən mənə görə narahat olma. Verilişimizin bu anında bizim xüsusi sponsorumuz olan, dost sponsorumuz olan Naxçıvanın dağların suyundan hazırlanmış milli kola, öz kolamız Buz Kola burada da alqışlayaq. Buz Kola, aşk ve his edadır, serinlik gelir her nefeste. Buz Kola,
buz kolamız, milli kolamız. Təşəkkürlər buz kola. Ay Üzeyir, Buyur qardaş. səni eşitdiyim qədər verilişlərə dəvət eləyirdilər, sən təzə-təzə başlayanda. Elə olub ki, səni alladıblar, deyiblər ki, filan qonaq gələcək, sən çıxırsan. Olub belə şeylər. Çox olub. Elə əvvəlləri elə olub da. Əvvəl elə başlayır. Əvvəlləri onsuz olmurdu ki. Hadi biz bu bizim verilişdə də mən Üzeyri aladım ki, Əlixan olmayacaq mənə. Mənə dedilər ki, Nicat çıxıb oradan gəldim. Hə, dostum da, dostum. Çox olubdu. Demək olar 90% elə olub. Elə bir növ elə orada insanları da tanımışam. Baxmayaraq 3 nəfər, 2 nəfər olub. Elə 2 nəfər bəs eləyib mənə ki, insanların əksər, yəni belə insanlar da var imiş, belə görmədiyim. Amma sonra gəlib görmüsən ki, o insan orada da qanun qaralıb. Məsələn, olub, istəməmisən də o Yox, qonaq oldu. qardaş, açıq etiraf eləyim. Elə adam olub ki, Allah şahidi gəlib orada tanımışam onu. Mənim ta qədimdən elə indiyənə qədər ən çox vaxtım çıxışım olanda səhnədə, bir də studiyada keçir. Bundan yanaşı, təsəvvürlə bu halda məni indi efirlərə çağırırlar. Efirdə oturmuşuq, hamısını yox, bir arasında bir 10% sənət adamı kimi özünü təqdim edənlər var idi ki, mən hələ onun sənətindən xəbərim yox idi. Amma qardaş, tanımamışam da, mənim günahım olmayıb. Heç kim məcbur deyil ki, mütləqdir ki, sən musiqi ilə məşğulsansan, mütləqdir ki, sən musiqidə hər kəsi tanımalısan. Belə bir şey yoxdur. Yəni, bu musiqiçidir, sən də musiqiçisən. Nədir, 10 il səndən, 20 il səndən qabaq başlayıb, sən onu tanımadın, ayıbdır. Amma etiraf edirəm də, mənim üçün o ayıb deyil, tanımaya da bilərik də, burada nə var ki? Adam bir şeydən xəbər olmayanda onun üzünə vurmazlar, ona ayıb eləməzlər. İndi tanımadıqlarım o tərəfə oturur. Oturmuşam təsəvvürlə, elə adam var idi, elə bilirdim ki, televiziyada işıqçıdır. Allah şahiddir, elə bildim işıqçıdır. Belə baxırım, gördüm ki, bu, otdu mənə, qardaş, davi elədir. Hə, verilişdə. Hə, belə mahnılar məndən necə keçsən də, gedib maraqlanırdım onun haqqında ki, bilim də, yəni mən bilmirəm. Görgənim də bir, hə. Ki, baxırdım ki, heç belə arxaya baxanda elə bir şey də yoxdur. Nəysə, yaşda məndən böyükdür, çıxdım, getdim, o məndən yaşda böyükdür. Bura televiziyada ayıbdır. Burada belə deyirlər, eybi yoxdur, ayıbdır. Axır vəziyyət elə yerə gəldi, çatdı ki, yolun ortasında yaşlı arvadlar deyirdi ki, ay bala, xahiş edirik, çıxma elə verilişlərə. Onlar sənə elə eləyəndə bizim ürəyimiz dağlanır. Ürəyimiz partlayır, deyir. Sən deyirsən, demirsən. Biz deyir, evdə deyir, az qala deyir, televizoru qoyaq qarşımıza döyəşdiyək deyir. Çıxma elə verilişlərə deyir. Deyirəm, mən xəbərim olmur. Və hər dəfə çağırırlar, siz gəzəyə çay verədə, çağırıb döyürlər, yola salırlar. Belə olmayacaq. Hətta olmayacaq belə deyil. Məsəl üçün deyirəm ki, bəs ayıbdır da, 1 olar, 2 olar, 3 olar. Mənlə deyil adam çıxardırsınız ki, yaşıdım da deyil ki, bir kəlmə də mən deyim. Heç də deyə bilmirəm. Danlayırsınız məni orada, çıxıb heç də danışmıram. Mahnı oxuyuram, siz də danlayırsınız, çıxıb gəlirəm. Bu nə qədər olar axı? Bu dəfə elə olmayacaq. Gedirdim, ondan betər eləyirdilər. Düşünürəm ki, onlar sizə pislik eləməyə çalışsalar da, istəmədən də olsa sizə yaxşılıq elədilər. Siz orada öz tərbiyəvizlə insanların ətrafında sevilməyə başladınız. Bəli. Əslində düz deyirsiniz. Bugünkü yerə gəlib çatmağımda o şeylərin də bir rolu olub. Bugün müəyyən şeylərdə bir balaca əgər bərkdə yana bilirəmsə, yəqin ki, elə o etapların da bir rolu var. Təbii ki. Adam var idi, deyir ki, oxuma. Yox, oxuma, dəli olmuşdu ki, oxuma. Niyə? Yox, sən oxursan, sənə qulaq asırlar. O günlər bizim yadımızdadır. Bizim sizə sevgimiz məhz elə o xarakterinizdən sonra yarandı. Bəli. Davamlı olsun, peşman Sənət hər olmayasın. kəsdə ola bilər, amma xarakter hər şeydən öndə gəlir. Davamlı olsun inşallah ki. Davamlı İnşallah olsun. ki. Peşman olmayasın. Bəli. Xarici ölkələrdə verdiyiniz konsertlərdə sizə görə yaranan izdihamdan, sizə görə ağlayan fanatlardan hiss olunur ki, başqa ölkələrdə daha çox sevilirsiniz. Buradan belə nəticəyə gəlmək olar ki, sizin qədrinizi xaricdə daha çox bilirlər. Qədir məsələsi ayrıdır. Sevmək ayrıdır. Deyək ki, bir maşın sevmişəm, o maşını arzum olub, almışam onu. Sevib almışam. Buradan o tərəfə keçir ki, sən bunun artıq qədrini biləcəksənsə, bu sevdiyin maşın səninlə bir uzun müddət gedəcək. Bilməyəcəksənsə, o maşını sən artıq baxmayacaqsan, daha heyf olub gedəcək, o maşın heç özün də sürəsi ala qalmayacaq. Sevgi ilə qədir bilmək bir ayrı bir şeydir də, yəni. Sevmək İlk növbədə mən həmişə vurğulamışam. Məni ilk seviblər öz ölkəmdən. Buna görə də hər bir sevənə də, sevməyənə də təşəkkür edirəm. Öz ölkəmdən başlayıb bu. Bunu danmaq olmaz. Mənə birinci sevib, seçib öz ölkəm. Amma daha çox dəyər verib, bəli, başqa ölkələrdə olur.
Bu təkcə mahnılara qulaq asmaqdan ibarət deyil. Burada incə detallar var. Heç kim də məndən inciməsin. Bu tək məndə belə deyil. Nədənsə oradakı kimi alqışlanmırıq. Oradakı kimi dəyərləndirib, təkcə dəyərləndirmək o demək deyil. Misal üçün, gəl filan işi görək. Siz bu işdə buradasınız, mən də bu işdə buradayam. Bunu mənə başqa ölkələrdə daha çox təklif edirlər, nəinki öz ölkəmdə. Bildiniz necə? Yəni mənim gördüyüm işin qarşılığında mən məsəl üçün oradan belə loru dildə desək, xeyir əldə edirəm, zəhmət çəkirəm, əla, mahnılarıma da qulaq asdınız. Axı mən bunun üçün zəhmət çəkirəm, vaxtımı ayırıram. Mənim də indi bir şeylərim var da, bu bir yaşamaq üçün bu mənəm soyuducunu doldurmaq. Bəli, geyimi var, orası var, burası var, biz də insanıq da. Mən mahnı oxudum, siz də qulaq asdınız. Mən mahnı amma məsəl üçün bir çox şeylərə qədər iş baxımından təklif ən çox xarici ölkələrdən gəlir. Nədənsə orada, buradan da gəlir. Nədənsə oradakı qədər deyil. Dəyər buna deyirəm mən. Bəli. Qane elədi cavab. Bəli, çox sağ olun. Mən, dostlar, doğrudan da Üzeyir danışır. Mən bunları hamısını biləm ki, real danışır. Amma mən bir şeyin şahidi oldum. Keçən illər idi, mən Avropadaydım. Taksidə gedirdim. Danışdıq, düz yarı Rus, yarı İngilis. Yaxşı bilməsəm də ingilis dilini. Taksi şoförü dedi, biz hardansın falan, Azərbaycan. Deyən kimi dedik, sizdə Üzeyiri tanıyıram. Və gedə-gedə də danışırdım, doğrudan mahnıların bir ikisini dedi falan, ora-bura. Və mən də lap belə üstünə gedmirəm ki, Üzeyir mənim dostumdur falan. Hiss elədim ki, yəni də danışırsan da. Necə dostumdur? Mən nə elədim? O bayaq deyirəm, Messi. Götürdüm Üzeyirə, yazdım ki, belə bir dənə olar sənə zəng eləyim, qardaşım, müsaitsən. Görüntülü zəng elədim. O az qala qəza törədirdi. Maşındakı belə ki, yəni necə ola bilər? Və sonra adboy verəndən sonra həmin o taksi şoförü səninlə danışandan sonra dedi ki, yəni bir sencə sevgi idi o. Yəni mən maşınımı satım, o pulu xərcləyim ki, bircə Üzeyiri görüm. Doğrudan da bu realdır. Və bir dostumuz da olub, desən Gürcüstanda olub, onu Türkiyədə, bəli, ilkini efirdən görmüşdüm ilkini. Yol polisi, o da danışıb. Onu saxladıb maşınını. O adam da müğənnidir, dostumuzdur bizim. Deyir, mən müğənniyəm, Üzeyir, biz Üzeyiri tanıyıram, zəng gelib desən buraxdırır falan. Doğrudan o belə şeylər var, vallahi. Yəni Üzeyiri belə sevirlər. Sağ olsun, sevən də sevməyən də sağ olsun. Seviləsən, var olasan. Sevən də sağ olsun, sevməyən də. Biz sənin sözün əsl mənasında şəxsən mən sənə fəxr edirəm. Mən də sizlə qardaşım, var olaq. Əlixan, bayaqdan baxıram, sən də meyvə yeyənsən, amma ən çox meyvə yeyən mənəm. Bunu məni tanıyanlar bilir, çox sevirəm meyvəni. Burada çiyələk var və 1-2 aydan sonra, amma indi də var, qarpız sezonu gəlir, soyuq halda onu yeyirsən, belə pendirlə. Yiyəndə elə biləm ki, hansısa filmimə yarım milyard baxış olub. Elə həzz alıram, elə ləzzət edirəm. Sən də beləsinə ləzzət alırsan. Ay, sağ ol. Vitamin təbii ki, lazımlıdır, vacibdir, mövsümə uyğun təbii ki, amma Nicat, hər şeydə qarışdırmaq lazım deyil də, yəni yediyin şeylərə fikir ver. Bilirəm ki, sən sözə qulaq asan deyirsən, ona görə sənə təklif edirəm ki, həmişə yanında Linux Forte olsun. Çünki Linux Forte bağırsaqda yaranan bir çox problemləri aradan qaldırır. Tərkibində olan faydalı bakteriyalar bağırsağın mikroflorasını balanslayır, köp və şişkinlik hissini aradan qaldırır və həzm prosesinə təsir eləyir. Xüsusilə antibiotik qəbul edən insanlar üçün faydalıdır. Və qeyd etmək istəyərdim ki, Linux Forte Avropa keyfiyyətidir. Təşəkkürlər, Linux Forte. Əvvəla, hər vaxtınız xeyir olsun. Başda Üzeyir bəy olmaqla bütün auditoriyanı salamlayıram. Salam aleyküm. Deməli, sizə sualım belə olacaqdır ki, əşi, bizim müğənniləri başqa ölkədə tanıyan yoxdur deyənləri Üzeyir Mehdizadə var deyib susturmaq olur. Bəs necə olur ki, siz ölkənin həm bu qədər qəbul etdiyi, həm də qarşı çıxdığı ifaçısınız? Bir növdə real haldır, yəni. Geniş düşünəndə bu hal barədə, öz halım barədə. Mənə də maraqlı gəlir ki, necə olur ki, məsəl üçün, gah eşidirəm ki, sevilirəm, çox sevilirəm. İndi düzdür, ümumiyyətcə, o qarşı çıxmaq falan, bunlar şükür Allaha azalıb, o qərəz falan, bilmirəm indi o qərəzli insanlar biraz azalıbdır və yaxud ola bilər biz bir-birimizlə bir neçə
insanlar biraz yaxından tanış olandan sonra bəziləri bəlkə də qərəzli yox, bəlkə elə belə tanıyıb, hamı qərəzli deyil. Adam da var ki, ola bilər düz tanımayıb. Belə bilmirəm indi nədirsə yavaş-yavaş artıq o qəbul olunmaz məsələsi yenə deyirəm, kimsə qəbul eləməyə bilər. Amma maşallah, başa düşdüyüm qədər qəbul eləyən çoxdur. Mən də açıq etiraf eləyim, mənə bunun çox tərəfi qəbul eləyən tərəf. Lap az da olsa, mənə onun az tərəfi də olsa, mənə qəbul eləyən tərəfi maraqlı olub. Amma arada düşünəndə ki, yaxşı qəbul eləməyən tərəfi deyək ki, sevmir, bu əla. Öz seçimidir, sevmir, bu ayrı. Bəs görəsən niyə qərəzli olub qəbul eləməyib düşünəndə fikirləşirəm ki, maşallah bu boyda uğurun varsa, onun qarşısında daşı qayası da olmalıdır da. Sən elə bu yerə asan deyil, bu yerdə durmaq da asan deyil, bildiniz necə? Yəni ora daş atan da çox olur da. Yəni o hündürlüyə ki, bir dənə ora çatsın. Bildiniz necə? Sizin necədir məsələ? Həqiqətən də biri var zövq məsələsi. İnsanın zövqü bu yöndə olmaz. Başa düşərsən də sevmədiyi məcbur deyil siz dediyiniz kimi. Amma insanlar var ki, müxtəlifdir, geyimə də, yeməyə də, musiqiyə də. Sən bu musiqilərlə qulaq asasa böyümüsən, bu musiqilərə vaxtilə qulaq asmısan. Yox, mən əksinə deyərdim. İndi o musiqiyə qulaq asanların əksəriyyəti rastıma da çıxır. Onlar xoş xatirələrini bölüşürlər o mahnılarla. Nostalji yaşayırlar, doğrudan da. Nostalji yaşayırlar. Elə insanlar var ki, xeyr. O mahnı 5 nəfər dostu qulaq asanda, o 2 nəfər qulaq asmayıb kənardan bu nə mahnıdır deyəndə, indi o insanlar var ki, yaxınlaşır mənə ki, açıq etiraf eləyəcəm ki, mənim 15 il bundan qabaq qulaq asıb başa düşmədiyim mahnının sözlərini indi başa düşürəm. Mən deyərdim ki, auditoriya baxımından bu gün 2026-cı ildir, bu gün auditoriyam ta o pik vaxtımdan da daha çoxdur. Qane elədisi, sağ olun. Yarım milyar izlənən klipiniz var. Yarım milyar dünyada hər 16 nəfərdən biri deməkdir. Bu rəqəmlər ciddi və böyük rəqəmlərdir. Bu rəqəmlər bəzi sənətçilərdə olsaydı, əllərində bayraq edib hamıya göstərərdilər. Siz nə üçün bunu heç vaxt xüsusilə dilə gətirməmisiniz? Bu barədə tez-tez danışmaq məncə mənə bu barədə danışmaq lazımdır. Mənə düşməz bu barədə tez-tez danışmaq. Çünki bu elə baxışdır ki, danışa bilərəm. Burada ayıb bir şey də yoxdur. Bu elə baxışlardır ki, bu elə bir nəticədir ki, bu rekord nəticədir. Bu artıq mahnını sənin sevib sevilməyindən getmir söhbət. Bu artıq sənin ölkənin sənətçisinin, sən Azərbaycanlısan, Azərbaycanda rekord həddə baxış sayı var, o da filan kəs filan kəsdədir. Bunu yaxşı olar ki, elə bilsəniz, məsəl üçün arada öz aranızda danışırsınız yəqin ki, bilsəniz bilməyənə də bildirə bilərsiniz ki, maşallah, gözəl nəticəmiz var. Mən demirəm, mütləq elə kimsə əlində, elə o da əlində şeylərini onunla fəxr eləsin. Məcbur deyil, kimsə kimdənsə elə mütləqdir ki, fəxr eləyə. Amma bir balaca o içdə müəyyən şeyləri kənara qoysaq, yəni tək mən Nicat kimi, Üzeyir kimi belə yox, öz tərəfindən. Amma ümumilikdə davransaq, axı nəticədə orada yarım milyarda yaxın baxış. O mahnının özünü hesablasam, bəlkə də 1 milyarda yaxın izləməsi var. O mahnının özünü hesablasam. Mən tək klipdən biz danışırıq, hələ yarım milyar baxışı var. Bir klipin baxışından danışırıq. Yəni, bunu Azərbaycan dilində dinləyirlər. Mən ingilis dilində oxumamışam onu, rus dilində oxumamışam, başqa dil deyil. Orada o sözlər Azərbaycan dilindədir. Bunu bilməyənə də göstərə bilərik. Biz ki, bizimdir ha bu. Yəni, elə adam var heç bilmir ki, mən Azərbaycanlıyam. Amma Azərbaycan dilində oxumağım imkan verir ki, o araşdırsın. Ki, bu hansı dildir və harılıdır. Və orada gəlir, çıxır Azərbaycana. Deyir ki, Azərbaycan dilidir. Azərbaycan, mən demirəm, bundan mütləqdir, amma budur da. Yəni, bugün, yəni, sən başa düşmədin, o başa düşmədi onu. Yəni, dünyanın bir çox yerində, bu ölkədən bunu seçiblər dünyanın bir çox yerində. Bunu izləyirik biz. Globalda biz bunu izləyirik. Üzeyir. Bravo, bravo. Mən istərdim ki, öz təşəkkürümü bildirim Irish restoranına, Bay Hollywooda. Doğrudan da çox dadlı təamlar var, yeməklər hamı yeyir və bütün Irish'ın bütün personalına öz təşəkkürümü bildirirəm. Sağ olsun Bay Hollywood bizə belə bir gözəl şərait yaradır. Atmosfer super.
hər şey yerində. Ayrışmaq! Suallarımız bitdi və keçirik səmimiyyət faizinə. Zəhmət olmasa hazır olun. Kim düşünür ki, Üzeyir qeyri-səmimi idi, qırmızı işarələri qaldırır. Kim düşünür ki, səmimi idi, göy işarələri. Buyurun. Belə hamısı Aman görür. maşallah. Bir yandan sevinirəm ki, dostum qalib gəldi. Mənim həmişə 2000-ci atın əli getdi cibinə. Bəli. Daha çox mən sevinirəm. Bəli, Əlixan da sevinir. Zəhmət olmasa bizim baş sponsorumuz olan Unibankın post terminalı gəlsin. Bəli, alqışlarla Unibankın post terminalı. Qardaşım, sən özün bilsən ki, mən hesabdan qorxmuram və hesaba baxmıram. Bəli. Onda verək qonağımız baxsın. Mən ödəyirəm. Mən baxım. Səsə bax. Onu hesab verəcək yəni. Bəli, verdim, hamısını ödədim. Alqışlar gəlmədi ya. Hə dostlar. Sağ olun Rıza, sağ ol. Sağ ol, sağ ol. Çox sağ ol ki, vaxt ayırdın, gəldin. Siz sağ olun, çox sağ olun. Mən sizə xüsusi təşəkkür edirəm. Səmimi qəbul etdiyiniz üçün, doğrudan da səmimi qəlbdən qəbul etdiyiniz hər birinizə etməyə də bilərdiniz, amma yenə də təşəkkür edirəm hər birinizə. Sağ ol, Üzeyir, var ol və Biz bu verilişi bitirdik. Mən istəyərdim Nicatla da bitirəm, amma əfsuslar olsun ki, alınmır. Gələn həftə, gələn dəfə hansı, görürəm, eşidirəm. Hə, buyur. Hansı qonağı dəvət etməyimizi istəyirsinizsə, zəhmət olmasa şərh bölməsində yazın və biz o adamı dəvət edək, gəlsin, qonaq olsun. Amma xahiş edirəm, şərhdə yazın ki, Nicat olmasın. Çox sağ olun, xoş istirahətlər. Var olun. Mən özüm onu da qonaq Sağ olun. Səmimi mahnılarla büyüdük, tamam fərqli qayğılarla büyüdük. İndi olanlar o vaxtı yox idi, xəyallarla, arzularla büyüdük. Xəyallarla, arzularla büyüdük. Səmimi mahnılarla büyüdük, tamam fərqli qayğılarla büyüdük.